Rasimən, ümumiyyətlə bu Xocalının qatilləri gözlənəcək. Bizim bir Cəzasını hara alır ki? Kampaniyamız var ki, Heydər Əliyev Alacaq. tərəfindən bu uzun Nətər ki, davam etdirilir. Soyqırımın biz həqiqətən də dünyaya tanınması üçün Temiz vuruldu, raketimiz nə gedərlər? atırıq və bu prosesin Təyyarəmiz vuruldu, Azal təyyarəsi ona cəza alındı, indi belə də Xocalıya cəza alınacaq. Xocalda olmağımız, Xocalını Qarabağ elədi. Xocalı soyqırım Bu sən nədən söhbət gedir? Qarabağı 92-93-cü ildə erməni dağıtdı, məhv etdi. və bu proseslər Ermənin də dəstək olan, erməninin arxasında olan, ona təkan olan, ona sponsorluq edən ölkələr silahla 44 günlük qələbəmizdə o İskəndər raketləri hardaydı? Onu dövlətimiz, prezidentimiz, ölkə başçımız da təsdiq edir. Hardan peyda olunurdu İskəndər raketləri atılırdı Bərdə, Tərtər, Cəngə, Tovud, Ağdam, nə bilim Naxçıvana orada hardan atılırdı? Erməniyə onu verirdilər. Nə qədər veriblər, Qarabağı dağıdıblar. Bax Ukraynanı bax Ukraynanı məhv edib Rusiya. Amma Ukraynaya dəstək olacaqlar bütün ölkə, Avropa ölkəsi Ukraynaya mənəvi daxili dəstək olacaq. Hər cəhətdən Qarabağa dəstək olsun, Azərbaycan dövlətinə, Azərbaycan hökumətinə Qarabağ bərpa olunsun. Rusiya dağıtdı, Amerika dağıtdı, Fransiya dağıtdı, İran daşıdı, mülkləri daşıdı Qarabağın mülkünü, əmlakını. Cəhətində bir dənə rayonun içində Qarabağın bir rayonu. Tək dövlət eləyir, gücü çatmır, dövlətin də büdcəsi çatmır. Qarabağlılar da oraya qayıtmaq istəyir, amma bina izdan evlərinə yox, həyət evlərinə, ən çox həyət evləri, şəhərciklər, qəsəbələr olmalıdır. Yəni Qarabağlılar oraya bağlanmağını, məhəbbət olmağını istəyirsinizsə. Qarabağlılar yəni vətənpərvər, necə deyirlər, insanlardılar, tələşəmə insanlardır. Sağ olun, var olun. Ən çox qəsəbələr, şəhərciklər olmalıdır.